Arzu xanımın qalıb istəkib. Təşəkkürlər. Oradan da məhkəmə obyektiv keçirildi, ədalətli keçirildi. Hər kəsə təşəkkürlər. Bəli. Demişdim sizə, əziz izləyicilərim. Raul! Raul, bir saç çək göndər mənə. Keçin, insan narahatdır, keçin zəhmət olmasa. Ən yaxşı bəlkə maşına mindir görün, sağ olsun. Arzu xanım, getmək istəyir hə? Maşın. Maşına. Biz səninləyik. Maşından. Haqlısan. Bura. Elə şeylər danışın. Xanım. Xanım. Elə bir anons bağladı. Arzu. Qurban olum, sən nə yapıyorsun? Yaxşı deyil. Arzu başladığıdadır. Arzu. Bir dən gözlə. Raul. Gözlə. Raul. Biraz hava ver. Arzu. Raul. Gəlin ən yaxşısı Arzu xanım. Siz gedin evə, sonra müsahibə verərsiniz Arzu xanım. Maşınla minin. Gəlin maşın var burada. Gəlin aşağı xanım, Arzu xanım. Arzu xanım. Maşın var da burada. Arzu xanım, gəlin bu tərəfə Arzu xanım. Orada maşın yoxdur. Orada maşın saxla. Gəlin belə maşın var da burada. Arzu xanım, gəlin belə. Arzu xanım, gəl maşın, gəlin oturun. Gəl maşın. Hikmət müəllim. Maşın Hikmət. Ay Hikmət, maşın var da burada. Bir dənə hamıdan xahiş edirəm. Halal olsun sana. Halal olsun. Bir dəqiqə qulaq asasın. Halal olsun sana. İnqilabçı qadın. Bir dənə xahiş edirəm. Hamıya çox sağ olun bildirirəm. Təşəkkürlər. İcazə verin getsin evinə. İcazə verin, zəhmət olmasa verin. Hikmət abi, maşın var. Narahat olun. Ağır məhəllələr. Keçin. Bir dənə sadəcə icazə verin kifayətdir. Var olun. Hikmət müəllim maşını yaparım da. Aparın. Sağ olun. Çox sağ olun. Ya Allah. Hamınıza təşəkkürlər. Sağ olun. Arzu xanım. Arzu xanım. Təbrik edirəm. Arzu xanım. Arzu xanım, mən də sizi təbrik edeyim. Arzu, təbriklər. Adaqdır nəvədə. Sağ olun. Aycan, maşın burada. Qurban demişik. Qurban demişik. Tərtəmiz. Gəlir oturaq O tapatara. qonalığa bizə çağırın da. Hamı da olacaq. Allah qoysa. Arzunun ətrafını çıxardı. Zəfər, ədalət zəfər çağırdı, əzizlərim. Sağ olun. Allah dövlətimizi qorusun. Sağ olun. Allah var eləsin. Ayda maşın var. Hüquqi müstəvidə işə baxıldı və iş davam edir. İnşallah hər şey gözəl olacaq. Çünki gözəl ölkədə yaşayırıq. Allah dövlətimizi qorusun. Ədalətli qərarına inanırıq. Amin. Raul. Məhkəmədə iştirak edən 2 nəfər, gələn 100 nəfər Arzu. Bax bu qız sənə çox dəstək oldu bax. Doğrudan onun yeri. O məhkəmədə sən içərideydin, həbs olunanda. Doğrudan da. Mən Azərbaycan xalqıma suda çəkməyirəm. Sağ olun. Böyündə sudan çəkməyirəm. Sağ olun. Can Arzu. Vətənini sevən Arzu. Al quzunu. Yaxşı quzum. Eləyin, nə qədər çəkin, nə çəkin. Ayçəni götür görür. Sağ olun, sizə də eşq olsun. Mediada yoxsa Sağ olun. üstündən keçirik. Yollar var. Arzu, azadlığa çıxartmaq hiss edirdin bu günləri. Ay Allah. Hiss edirdin. Heç hiss eləmirdin. Gecə necə hazırlaşırdın, nə hiss elədin? Xahiş edirəm üstünə gəl. Mən o məhkəmənin içindəydim, hiss elədim ki, məhkəmədə qobidiamın deyil. Hiss etdim ki, sən daha Televiziya nümayəndələri olsun da siz, eləyin də. Sən müsahibə Eləyin. Xanım da üstə gəl. Eləyin siz. Mənim də burada minlərlə izləyicim var, tək qoya bilmərəm. Fikirlərinizi bildirin. Nə hiss edirsiniz, necə hiss edirsiniz? Arzu heç nə danışma, qurban sənə. Heç nə danışma. Ən yaxşı məhkəməyə köklənin. Məhkəməyə köklən xanım. Danışma, heç nə danışma. Heç nə danışma. Məncə məhkəməyə köklənin. Məhkəməyə köklənin. Ona görə məhkəməyə köklənin. Susun, ən yaxşısı. Oturun, gedin evə, siz evdə gözləyənlər var. Məhkəmənin son qərarına. Maşın yol şeydir.
Arzu xanım, ən yaxşı sizə məsləhətim gedin evə, vəkilinizin bildirdiyiniz kimi. Sonda müsahibəni sonda verərsiniz. Bəzi provokasiya suallar da verənlər olur. Ona görə allanmayın, susun, susmaq qızıldır. İnşallah məhkəmənin sonunda inşallah müsahibə verərsiniz. Ancaq qısa təəssüratlarınızı bölüşdünüz, sevincli təəssüratlarınızı bölüşdünüz, kifayət etdi. Amma nə oldu Arzu? Maşınla gəldiniz, solda yanmış ne? Elə bir soğudum. Arzu, çok sağ olun, var olun. Arzu, bir kere bir kişimiz ne düşünürsünüz? Ne oldu bu prosesinde? Kendini sözün Arzu. Sen kaçmanıza bir çiçerden şikayete verir bir dakika. Siz medyaya biraz açıklama verirsiniz. Ayrıca halı yok. Arzu xanım azadlıqda. Amin. Azadlığınız əbədi olsun. Amma məncə heç bir müsahibə verməyin. İnşallah təəssüratlarınız haqqında verə bilərsiniz. Amma məhkəmənin gedişatına bağlı məncə susun. Ən yaxşısı odur ki, sonda inşallah müsahibə verərsiniz. Salamat olun. Sizlərə təşəkkür edirəm. Neydi o? Hə? Hədiyyələrə görə təşəkkür edirəm hamınıza. Hamınıza minnətdaram. Təşəkkür edirəm. Nə deyirəm ki, təşəkkür edirəm. İnsanlar mənə əziyyət çəkib hədiyyə göndərir. Nə deyim? Hə? Bir dənə Wi-Fi paylaşa bilərsiniz. Zəhmət olmasa. Wi-Fi paylaşan xanım bu xanımdır. Sizə təşəkkür edirəm. Tez, nə olar? Nədir adınız burada xanım? Siz? Bəli? Çağlar səni ben biləcəm. Müğənnisiniz siz? Bloger, çox şad olum Şahlı xanım. Ya Allah, Şahlı xanım, yaxınlaşın ki, məndən çıxmasın da sənə qurban. Məndən çıxmasın. Həmkar blogerim, Şahlı Həsənli. Yaxınlaşın Arzu xanıma bir tərəf. Telefonu neyirəm, qurban sənə. Bax, buradan göstərim. Arzum xanım, sağ olun. Sağ olun. Vəkil, sənin də eşq olsun. Vəkil, nəsiyyəzi, ya pogovori s vami. Sağ olun. Bir dəqiqə. Otur ay bebim, sən oturmalısın, sənə qurban. Arzu. Çay qonağına bizi çağıracaq. Arzu, çay qonağına bizi çağırırsınız. Bax söz veriblər ha. Arzu öptüm seni gibi bu Ayşe'de. Selam. Ay. Yaxşı tutardıq ha. Deyəsən cinayətçi burada biri də burada başlayacaqdı. Arzu xanım, ürəyim al. O ürəyim al. Ben zəhmət olmasa. Oturdu. Yaxşı. Arzu xanım sağ olun. Çox. Arzu sağ ol. Sağ ol elə izləyicilərə. Arzu, sizi çay qonağına çağırın. Sağ olun. Sağ ol, sizə qurban, sağ ol. Allah var eləsin. Şahlı Həsənli, sizə təşəkkür edirəm, minnətdaram. Əzizləşdirəm, haqqınızı haval edeyim. Bunlara da baxın bir dənə. Şahlı xanım. Siz də var olun ki, gəlmişsiniz. Nədir bu? Yağlı içərdik. Canlı sağ.